Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir asan toxunla bir naxış istəyirəm göstərim. Bundan da nə istəsəz toxuya bilərsiniz, jilet, kofta. Ancaq uşaq paltarlarına daha yaxşı yaraşan bir naxışdır. Uşaq kostyumu toxumağa, papağın, jiletin, jaketin, şalvarın toxuyanda daha qəşəng görünər uşaqlar üçün. İlməklər də ki, burada cüt-cüt götürürəm. İlməklər cüt-cüt yığılır. Böyük istəsəz 2-2 artırırsınız ilməkləri. Burada da rezinkanı da kim necə istəyir elə toxuya bilər. Sapım da ki 100 qramlıq 250 metrəlik bir sapdır. İndi bunun üçün mən belə bir sapı götürürəm. Qısa formada yığacağım. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, elə 12 ilməyi bəsdir bu naxışı göstərmək üçün. Buradan da bir düyün atıram, açılmasın. Artıq sapı da buradan kəsdim. İndi burada mən rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. Kənarda yenə tərs toxudum. Tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. İndi düz üzdən, bura düz üzüdür. Kənarı götürürəm buradan, toxunmadan. Buradan 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə də bu 2 ilməkdən 1 ilmək çıxardım. Axıra qədər belə toxuyuram. 2-dən 1 ilməklər azalır. Arxa üzdən indi bunları sayını düzəldəcəm. Toxuyub. Bu formada. İndi tərs üzündən kənarı götürürəm. Bunu götürdüm. Buradan bu ilməni götürüb aradan. Buradan düz toxuyuram. Bunu da toxudum. Yenə bu aradan bir ilmək götürdüm. Bunu da toxudum yenə. Bu axırda da götürürəm aradan. Əvvəldən götürməmişdim. İndi axırda götürürəm. Düz toxudum.
Kənarı da tərs toxudum. İndi buradan kənar ilməni götürdüm. Bu ilməkləri düz toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən yenə eyni şeyi təkrar edirik. Bir dəfə də göstərəcəm bunu. Kənar ilməyi götürürəm. Bu ilməkləri ikisindən bir ilmək çıxardıram. Yenə bu iki ilməkdən bir ilmək çıxardım. Sıranı axıra qədər formada toxuyuram. Kənarı tərs toxudum. İndi tərs üzdən kənar ilməyi götürürəm. İlməkləri düz toxuyuram. Buradan bu ilməni götürdüm. Düz toxudum. Yanındakini də düz toxuyuram. Yenə bu ilməni ortadan götürürəm. Kənarı tərs toxuyuram. Buradan yenə də düz toxuyuruq bütün ilməkləri. Tərs üzdən də hamısını tərs toxuyuram. Bu formada diş bir naxışa alınır. Bu əvvəldən toxuduğumdur. Bu da indi. Sağ olun. Gələn videomda görüşənə qədər.